Uşaqlar, gəlin bugün sizinlə agreement mövzusunda hər zaman çətinlik çəkdiyiniz bir testin izahına nəzər yetirək. Deməli, baxırıq 83-cü testimizə. Birinci testin birinci cümləmiz Martins and Daniel's face is round. Baxın, burada deyəsiniz ki, face nə deməkdir? Üz sifət deməkdir və bədən üzvüdür. Bədən üzvü ortaq olmur. Hə, burada hər ikisinə də apostrof S artırıb ona görədir. Lakin face təkdədir axı burada. Burada faces olsaydı, hə, burada da are round olsaydı, onda düzgün olardı. Çünki əgər iki nəfərin ayrı-ayrılıqda sifətindən, üzündən söhbət gedirsə, deməli orada cəmlik olmalıdır. Düzdürmü? Face sayıldığına görə cəmlənməli idi. Ona görə bu testimiz yanlışdır. Baxırıq ikinci testə. Martin and Daniel's brother is studying chemistry. Martin və Danielin qardaşı kimya təhsili alır. Baxın, burada Martin və Danielin qardaşı. Bir nəfər kimi nəzərdə tutulubdur ki, Martinin və Danielin bir qardaşı, yəni ortaq qardaşları kimya təhsili alır. Burada heç bir problem yoxdur. Üçdə deyir ki, Martin and Daniel's hair is black. Yenə də hair saç bədən üzvüdür. Ayrı-ayrılıqda nə olmalıydı? Apostrof S olmalıydı və üstə də gəl hair sayılmadığına görə həmişə təkdə olan isimdir. Dördüncünə baxırıq. Martin and Daniel's brother are studying chemistry. Baxın, burada çox diqqətli olmalısınız. İkinci ilə dördüncü cümləmizin strukturu sanki oxşuyur bir-birinə. Amma fərq ondadır ki, biz Martin və Danielin qardaşı bir nəfər kimi də nəzərdə tuta bilərik bunu. Martin və Danielin qardaşı. Ayrı-ayrılıqda Martin və Danielin qardaşı iki ayrı şəxs kimi. Martin ayrı bir şəxsdir və Danielin qardaşı are studying chemistry, yəni kimya təhsili alırlar. Belə nəzərdə tutduğumuz halda düzgün olacaqdır. Deməli, düzgün cavab 2 və 4 C variantı.